boğazda boğulma başlayır, sinədə sıxılma başlayır və insanda tənginəfəslik prosesi gedir. Tənginəfəslik prosesini bunu sırf aradan qaldırmaq üçün çox sadə nəfəs üsulları var. Yəni burada hansı proses gedir? Yəni bu proses bədəndə gedəndə simpatik sinir sistemi aktivləşir, bədənin adrenalini güclənir. Yəni bədən elə hesab edir ki, nəfəs kəsilir, nəfəs kəsiləcək. Nəfəs də bizim yaşamağımız üçün ən əsas, ən önəmli olan prioritetlərdən biridir. Yəni bu anda insan fikirləşir ki, nəfəsi kəsilir və adrenalin yüksələn kimi, dediyim kimi, ürəkdə sürətli şəkildə titrəyiş başlayır, döyünmə başlayır. Əllər əsir, bədən əsir, əllər tərləmə prosesi gedir bədəndə. Yəni bunu aradan qaldırmaq üçün sırf sadə nəfəs üsulu var. Nəfəs texnikaları vardır ki, bunu o anda, o proses başlayan anda yerinə yetirsələr, tamamilə həmin prosesdən azad olacaqlar.